Salam hörmətli izləyicilər. Demək, aminlərdən, amin turşulardan 56-cı sualdan davam edir inşallah. Demək, bizə burada nə deyir? Deyir ki, reaksiyasında X maddəsini müəyyən edin. Burada da görürük ki, 2 dənə amin turşu bir-biri ilə birləşib, yəqin ki, dipeptid əmələ gətirəcək. O da ki, yalnız 1 olacaq. B variantına uyğun gəlir. Burada 3 dənə amin turşu birləşib. Bu isə tripeptid deməkdir. Yəni, buradakı bir amin turşu sizi çaşdırmasın. Yəni, bu glisindir, tutalım deyək. Amma 3 dənə glisin bir-biri ilə birləşib. Bu da ki, tripeptid olacaq. Aminsirkə turşusu hansı ifadə doğru deyil? Aminsirkə turşusu üçün hansı ifadə doğru deyil? Aminsirkə NH2, CH2, COOH. Xlor turşusu ilə reaksiya daxil olur, əsas xəssəsi var deyə daxil olur. Suda məhlulu neytraldır, bəli, bir amin, bir turşu qrupu var. Polikondensləşmə reaksiyasına daxil olur, amin turşudur, daxil olacaq. Çünki su ayrılması ilə gedir. Alaninlə mürəkkəb efir yox, peptid rabitə əmələ gətirəcək, dipeptid əmələ gətirəcək. Bu mürəkkəb efir deyil. Amfoter xassəlidir, bəli. Cavab D variantına uyğun gəlir burada. Hansı ifadə doğrudur istəyir amin sirkə və yaxud ki, turşu üçün? Yalnız turşu xəssəsidir. Yox, dedik ki, həm amin qrupu var, əsası xəssə belə. Həm də turşu qrupu var, turşu xəssə. Suda məhlul qələvi mühit yaradır, neytraldır. Suda həll olmur, xlor turşusu reaksiya daxil olmur, olur. Polikondensləşmə reaksiyasına daxil olur, bəli. Y variantına aiddir, çünki amin turşudur. Hansı münasibət doğrudur? Glisin, amin qrupuna daxil olan glisin, demək elə bu aşağıda glisin formulu glisindir. Demək, amin qrupuna daxil olduğu reaksiyalar, karboksil qrupuna daxil olduğu reaksiyalar. Amin qrupunun daxil olduğu reaksiyalar, demək, bir, görürük ki, əsasla reaksiya daxil olub. Bu, turşu qrupuna daxil olduğu reaksiyadır. Buradan da konkret görünür elə o. 1 gedir 2-yə. Xlorid turşusu əsası xəssə ilə gərək göstərək ki, amin qrupla reaksiya daxil olub. 2 də gedir 1-ə. Burada yenə efirləşmədir. Turşu qrupu ilə reaksiya daxil olub. 3 gedir karboksil qrupuna. Burada yenə əsası xəssədir. 4 gedir 1-ə. 2, 4, 1, 3. 2, 4, 1, 3 C variantına uyğun gələcək. Hansı ifadə doğrudur? Zülallar əsasən beta amin yox, alfa amin turşuların əmələ gətirilməsi nəticəsi. Zülal qatı nitrojen sarı rəngli əmələ gətirir. 2 doğru. Zülallarda peptid rabitəsi var, əlbəttə, çünki amin turşuların birləşməsidir. 2, 3. A variantına uyğun gələcək. Alfa amin propion turşusunun nə ilə fərqlənir? Amfoterliyi ilə. Çünki amin qrupu var, həm də turşu qrupu var. Amfoterdir. Amma propion turşusunun yalnız turşudur. Spirtlərlə mürəkkəb efir əmələ gətirməsi hər ikisi əmələ gətirir. Çünki propion turşusunda turşu qrupu var. Amin propionda da turşu qrupu var. Onun üçün də hər ikisi üçün keçərlidir. H-xlor ilə reaksiya daxil olmaq. Propion turşu olduğuna görə xlor turşusuna reaksiya daxil olmaz, amma amin propion turşusu amfoter xəssəlidir, yəni amin qrup xlor turşusuna reaksiya daxil olar. Cavabımız 1, 3 A variantına uyğun gəlir 62-dən. 2 amin propan turşusuna nə ilə fərqlənir? Yəni, eyni oxşar sualdır. Suda məhlul bipolyar ion əmələ gətirməsi ilə, yox, bu amin qruplara. Bipolyar nədir? Bunu izah edək. Bipolyar odur ki, yəni NH2, məsələn, hər hansı bir hissə, X yazaq da bura. Bir də ki, buna COH qrupu birləşib. COH-dakı H NH2 qrupuna gəlib birləşir. Nəticə etibarən NH3 müsbət, X, COO
mənfi tərəfi yaranır, bipolyar. Bu istənilən amin turşu üçün keçərlidir. 2 amin propan turşusu üçün də keçərlidir, amma propan turşusu bunu etmir. Onun üçün də biri götürərik. İndikatorlar təsir etməməsi. 2 amin propion təsir etmir, çünki amin turşu, aminlə turşu qrupu bir-birini neytrallaşdırır. Və propan isə təsir edəcək. Onun üçün də 2 fərqləndirir. Qələvlərlə reaksiya daxil olması, qələvlərlə hər ikisində turşu qrupu olduğuna görə hər ikisi qələvlərlə reaksiya daxil olur. Cavabımız 1-2 B variantına uyğun gəlir. Amin sirkə turşusu ilə nə ilə fərqlənir? Yenə oxşar sualdır. Lakmusa təsiri ilə amin sirkə lakmusa təsir etmir. Sirkə turşusu təsir edir. Qələvlərlə reaksiyası ilə amin sirkə qələvlərlə reaksiya daxil olur. Çünki turşu qrupu var. Sirkə turşusu da qələvlərlə reaksiya daxil olur. Yenə turşu qrupu var. Amma turşularla reaksiya daxil olmayacaq. Sirkə turşusu turşularla reaksiya daxil olmaz. Spirtlərlə yenə hər ikisi reaksiya daxil olacaq. Burada lakmusa təsiri ümumi mənada götürüb. Yəni amin sirkə lakmusa təsir etmir. Sirkə turşusu isə təsir edir. O mənada götürüb. Onun üçün də cavabımız 1-3 B variantına uyğun gəlir. Amin sirkə turşusunun əmələ gətirdiyi tetrapeptidin nisbi molekul kütləsi neçədir? Tetrapeptid deyəndə burada əsas məsələ. Tetrada o deməkdir ki, 4 dənə amin turşu birləşib. Yəni 4/75 qədər amin turşu birləşəcək. Ümumi kütlə normalda eləməlidir 300. Amma 300 etməyəcək. Niyə? Çünki 4 dənə amin turşu birləşəndə 4 minus 1 sayda da su ayrılır. Bunu da 18-ə vuranda 54 qram edir. Demək, 300-dən də bu 54-ü çıxanda bizə verəcək 246. Yəni amin turşumuzun kütləsi 246 edəcək. B variantı, daha doğrusu tetrapeptidimiz 246 edəcək. Hansı ifadələr doğrudur? Amin turşular suda yaxşı həll olur. Doğru deyil. Amin turşular metil spirtlə mürəkkəb efir əmələ gətirmir. Beta amin turşular metil spirti ilə mürəkkəb efir niyə? Spirtlərlə əmələ gətirəcək. 2 doğru. Beta amin turşu xlor turşular reaksiya daxil olur. Olur. Gətirmirdir. 2-ni götürmərik. Beta amin turşular metil spirtlə mürəkkəb efir gətirmirdir. Məlumun gətirirdir. 2-ni götürmərik. Yalnız 3. Hansı ifadə doğrudur? Doğrudur. Bir də götürərik. 1, 3. Amin turşular suda həll olur. D variantına uyğun gələcək. Hansı ifadə doğrudur? Peptid rabitəsi azotla karbon əmələ peptid rabitəsini azotla karbon əmələ gətirir. Bəli. Demək, burada məsələ necədir? Çünki hər hansı bir amin turşunun, məsəl üçün deyək ki, NH2 hər hansı bir hissə X yazaq, yazmağımız biraz düz çıxmır. X yazaq, COOH qrupu, digər bir amin turşunun, yəni NH X1 COOH deyək. Burada bunun OH ilə H-ı birləşdi, su şəklində ayrıldı. Nəticədə karbonla azot bu şəkildə birləşəcək. Yəni bu tərəfdə də X1 COOH, burada da XNH2 şəklində qalacaq burada. Yəni gördüyümüz kimi karbonla azot arasında peptid rabitə yarandı. Yəni 1 doğrudur. Beta amin turşular suda bipolyar ion əmələ gətirmir. Ümumiyyətlə amin turşular hamısı əmələ gətirir. Bunu bayaqları qeyd etdik. Zülallar alfa amin turşuların polikondensləşməsi məhsuludur. Düz deyir. 1, 3 Y variantına uyğun gəlir. Hansı ifadələr beta amin propion turşusu üçün doğru deyil? Qələvlərlə duz əmələ gətirir. Çünki
turşu qrupu var. Turşu hissəsi də qələvilərlə reaksiya girib duz əmələ gətirə bilər. Zülalların tərkibinə daxildir. Betalar zülalların tərkibinə daxil olmur. Sulu məhlulu turşu xəstəlidir. Sulu məhlulu turşu xəstəlidir, yox amfoter xəstəlidir. Çünki amin qrupda var, turşu qrupda var. 3 getdi. Daxil olur. Hə, səhvlər istəyir 2, 3. Spirtlə mürəkkəb efir əmələ gətirir, çünki turşu qrupu var. Turşu qrupu varsa, mürəkkəb efir əmələ gətirəcək. Doğru deyilləri istəyirdi. 2 ilə 3 doğru deyil. C variantına uyğun gələcək. Hansı ifadələr beta-amin propion turşusu üçün doğrudur? Hansı ifadələr beta-amin propion turşusu üçün doğrudur? Polikondensləşmə reaksiyasına daxil olur. Çünki amin turşuda, amin turşular polikondensləşərək peptid rabitələr əmələ gətirə bilir. Zülal tərkibinə daxil olur. Beta olduğuna görə daxil olmur. Suda məhlul qələvi xəstəlidir. Amfoter xəstəlidir. Yəni neytral mühit məhlul qələvi xəstəlidir. Amfoter xəstəsindən söhbət gedir. Suda məhlulda bipolyar ion şəklində olur. 1, 4 E variantına uyğun gələcək. 0,4 mol amin sirkə turşusu ilə reaksiyaya daxil ola biləcək 7,3% xlor turşusu məhlulunun kütləsini hesablayın. Belə məsələlərdə əvvəlcə nə qədər turşu lazımdır, onu taparıq, sonra məhlulun kütləsini taparıq. Məsələn, 0,4 mol amin sirkə turşusu ilə reaksiyaya daxil ola biləcək xlorid turşusu. Amin sirkə, yəni NH2, CH2, COH üzərinə gəlinsin xlorid turşusu. Bunlar birin-birə nisbətində reaksiya gedir. Yəni amin turşu olacaq NH3, CH2, COOH xlor mənfi şəkildə bir duz əmələ gətirəcək. Yəni birin-birə. Yəni bundan 0,4 mol lazımdırsa, xlorid turşusundan da 0,4 mol lazımdır. 0,4 mol xlorid turşusudakı demək 70, 140, 14,6. Yəni 0,4'ü vuraram 36,5'e. Bu da bizə verəcək 14,6 qram xlorid turşusu. Bu da bizə deyir ki, məhlulun 7,3%-ni təşkil edir bu. Onda məhlulun özü nə qədər olacaq? 100% olacaq. 100%-i x qoyarıq, hesablayarıq. X bərabərdir 200 qram məhlul. Məhlulumuz 200 qramlı olmalıdır. Yəni D variantına uyğun gəlir. Bəzən uşaqlar bir görürsünüz ki, bu hissədə saxlayır, cavab C götürür. Amma diqqətli olmaq lazımdır. Bizdən məhlulun kütləsini soruşur. Bu dəfə amin sirkənin turşuda reaksiya daxil ola bilər deyir. Neçə mol amin sirkə ilə? Yenə həmin reaksiyadır. Yəni birin-birə nisbətində olduğuna görə 200 qram 7,3%-li 14,6 qram edir. Yəni bu hissədə vursa bölsə 100-ə 14,6 qram xlorid turşusu çıxır. Bu xlorid turşusu birin-birə amin turşu ilə reaksiya daxil olur. Nisbət onsuz birin-birə də reaksiyanın adını yazmıram, bayaqlar yazmışdıq. Neçə mol amin sirkə turşusu ilə reaksiya daxil olar? X mol, amma 36,5'i 1 moldur. X yenə bərabərdir 0,4 edəcək. Yəni cavabımız C variantına uyğun gəlir. Belə bir aromatik amin turşu veriblər. Maddəsi üçün hansı ifadə doğrudur? Zülalların tərkibinə daxil ola bilər. Niyə? Çünki amin qrup alfa karbon atomundadır. Yəni bura alfa hidroksil qrupundan sonraki karbon alfa karbon. Zülalların tərkibinə daxildir. Bir doğru. Suda məhlul akımısı qızardır. Bir amin bir turşu qrupundan ibarət olduğuna görə təsir etməz. Bütün karbon atomları sp2 hibridləşmə vəziyyətindədir. Xeyr, bu iki karbon atomu sp3 hibridləşmə vəziyyətindədir. Turşu, qələvi və spirtlərlə reaksiya daxil olur. Turşu, aminlər, qələvi, turşu qrupları, spirtlər də yenə turşu qruplarına reaksiya daxil ola bilər. Yəni cavabımız 1, 4-ə uyğun gəlir. D variantı.
Maddə üçün hansı ifadə doğrudur? Alfa amin turşu olduğuna görə zülalların tərkibinə daxildir. Suda məhlul lakmusu qırmızı rəngə boyayır. Xeyr. Çünki amfoter xəstəliyi nədir bu? Amin qrupların sayı turşu qrupların sayına bərabərdir. Propan turşusu ilə amoniakın reaksiyasından alınır. Xeyr, xlorlu törəmələrinə görə amoniakla təsir edəsiz. Turşu qələvi və spirtlərlə reaksiya daxil olur. Yəni cavabımız 1, 4 D variantına uyğun gələcək. Hansı ifadə doğru deyil? Amin turşular suda yaxşı həll olurlar, doğrudur. Beta amin turşular metil spirtlə mürəkkəb efil əmələ gətirmir. Metil spirti ilə mürəkkəb efil əmələ gətirir. Beta amin turşular xlor turşular reaksiya daxil olur. Onun üçün də doğru deyillər istəyir. Yalnız 2 Y variantına uyğun gələcək. Hansı ifadə doğru deyil? Amin turşular suda pis həll olur. Doğru deyil. Alfa amin turşular suda məhlul bipolyar ion əmələ gətirirlər. Ümumiyyətlə amin turşuların hamısı bipolyar əmələ gətirir. Alfa amin gətirir deyə bu 2 yanlış. Doğru deyilləri istəyir. 2 doğrudur. Ona görə götürməliyik. Alfa amin turşular xlor turşular reaksiya daxil olur. Çünki bu amin qrupla reaksiya daxil olacaq. Doğru deyilləri istəyir. Yalnız 1 C variantına uyğun gələcək. 76. Amin sirkə turşusu hansı maddələ qarşı təsirdə olmur? Burada spirt qrupu var. Turşu qrupu ilə efir əmələ gətirər. Sonra turşudur. Amin qrupu ilə duz əmələ gətirər. Sonra C variantında əsasdır. Turşu qrupu ilə reaksiya girər. Yəni digərlərinə baxmaq ehtiyac yoxdur. Turşudur. Amin tərəfi ilə reaksiya girər. Yəni Y variantı 7. Mis sulfat, maqnezium xlor bu duzdur. Bu da heç hidrogen çıxarda bilmir. Onun üçün də cavabımız D variantı. Hansı maddə xlor turşusu ilə reaksiya daxil olur? Xlorid turşusu ilə reaksiya daxil olur. Demək, xlorid turşusu oksigenli olsaydı spirtlə mürəkkəb efir əmələ gətirə bilərdi. Amma burada C2H5 xlor da ola bilər. Hər bir halda C3H8 xlor turşusu ilə reaksiya girmir. B variantında amin qrup xlorid turşusuna reaksiya girəcək. Amin qrup xlorid turşusuna reaksiya daxil olacaq. C4H10 reaksiya daxil olmadı, alkandır. Amin qrup reaksiya daxil oldu. Amin qrup reaksiya daxil oldu. Cavabımız C variantına uyğun gəldi 77-dən. Hansı maddələr xlorid turşusu ilə reaksiya daxil olur? Xlorid turşusu ilə doymamış alkindir, daxil olacaq. Amoniakdır, əsas xəstəlikdir, daxil olacaq. Amma turşu ilə reaksiya daxil olmadığından A variantı getdi, yəni buna görə. Amin qrup doymamış, amma doymuşdu. B variantı doymuşa görə getdi. Turşu ilə reaksiya daxil olmadı. Amin bu doymuş birləşmədir. D variantı getdi. Amin qrup hamısı turşularına reaksiya daxil olur. Y variantından götürə bilərik. Alfa-alanin glisindən fərqləndirən nədir? Alfa-alanin CH3, CH, amin, COOH. Glisin isə NH2, CH2, COOH. Bu glisindir, bu alfa-alanindir yuxarıdakı. Spirtlər reaksiya daxil olması, hər ikisi spirtlərlə reaksiya daxil olur. Optiki aktiv olması. Optiki aktiv, misal üçün deyək ki, alanin optiki aktivdir. Niyə? Bir tərəfdən metil, amin, karboksil, bir də hidrogen qrupu var. Amma glisinin elə bir karbon atomu yoxdur. Ona görə 2 fərqlənir. Zülalın tərkibinə daxil olması hər iki zülalların tərkibinə daxil ola bilər. Yalnız 2B variantına uyğun gələcək. 80-ci sual. Beta, alanin və glisin üçünmü olan nədir? Zülalların tərkibinə daxil olmaları. Beta deyir. Beta deyəndə buradan bir dənə amin qrupu silib, yəni buraya əlavə eləyərik. NH2, buranı da CH2 yazarıq, buranı da CH2 yazarıq. Bu beta alanindir. Zülalların tərkibinə daxil olmaları. Beta alanin zülalların tərkibinə daxil olmayacaq. Optiki aktiv olmaları
olmamaları, bəli, artıq bu hissədə optiki aktivlik yoxdur. Çünki 2 dənə hidrogen, 2 dənə optiki aktivlik nə idi? 4 tərəfdən müxtəlif karbon. Yəni ki, asimetrik karbon atomu olmalıdır ki, optiki aktiv olsun. Bunların heç birində optiki aktivliyi olmayacaq. Onun üçün də 2 ümiddir. Natrium oxşar duz əmələ gətirməsə, hər ikisinin turşu qrupu var. Hər ikisi də duz əmələ gətirə bilər. 2, 3 C variantına uyğun gəlir. 81-ci sual. Natrium OH-la və xlorla reaksiya daxil olmaları. X deyir, natrium OH-la reaksiya daxil olur, amma xlorid turşusuyla reaksiya daxil olmur. Bu turşu qrup olmalıdır. Yəni amin olmayacaq. Y variantı ilə A variantı, yəni kəsindir ki, olmayacaq. Çünki X maddəsi gərək natrium OH-la reaksiya daxil olaydı. İndi baxaq B-yə. B-də görürəm ki, natrium OH-la reaksiya daxil olur turşu qrupu. Sonra bu yalnız xlorid turşusu ilə reaksiya daxil olur. Bəli. HCOH-dakı hər ikisi ilə reaksiya daxil ola bilmədi. B variantı olmadı. Turşu qrupu. Demək, natrium OH-la reaksiya. Burada hətta H-xlorla reaksiya daxil olmamaq var idi. H-xloruna diqqət eləmədik. B variantı konkret olmayacaq. Yəni. HCOH yalnız natrium OH-la reaksiya daxil olur. H-xlorla reaksiya daxil olmur. C6H5 yalnız H-xlorla reaksiya daxil olur. Natrium OH-la reaksiya daxil olmur. Aminlər amfoterdir. Həm turşularla, həm də əsaslarla reaksiya daxil olur. C variantına uyğun gəlir. Belə, hörmətli izləyicilər, inşallah ki, davamını da qısa zamanda çəkəcəm. Ümid edirəm ki, işinizə yarayar. Belə özünüzdən müğayət olun. Gələn videolarımızda görüşənədək.